Zəmanət də verirdi ki, siz mənim kursumu alandan sonra nəticələriniz bomba olacaq, partladacaqsınız, belə falan filan. Mən sizin satışlarınızı 2 dəfə artıracağam. Mən sizin mənfəətinizi 2x artıracağam 1 il ərzində. Bu yaxınlarda biznes təlimçilərindən biri çox iddialı bir reklamla gündəmə gəldi və digər biznes təlimçi də bunun mümkün olmayacağı istiqamətində bir status yazdı. Mən münasibət bildirmək istəyirdim bu məsələyə ki, burada hər iki tərəfdə əslində yanlış demir. Məsələyə sadəcə baxışlar fərqlidir. Amma burada kursunu 20.000 manata Azərbaycanın ən bahalı biznes kursu iddiası da olan adamın elədiyi çox qəşəng bir marketinq hook idi. Hansı ki, buna digər təlimçilər və digərləri də düşdü və çox yaxşı bir əslində kruçok idi. Yəni qarmaq idi və reaksiyalar da gəldi. Əslində məqsəd də buydu, o məqsədinə də nail oldu. Amma digər tərəf də bir tərəfdə haqlıdır ki, bəzi bizneslərdə toxum səpmək lazım olur, bəzi bizneslərdə mənfəət ilk prioritet olmur. Bunlar hamısı haqlı tərəflərdir. Amma məsələ budur ki, həmin biznes təlimçinin yönəldiyi auditoriya məhz mənfəətini artırmaq istəyən auditoriyadır. Və onların içindən də müəyyən bir sayı əldə edib öz məqsədinə çatmış olacaq. Yəni, niyə bu qədər onu daha da populyarlaşdırmaq üçün fikirlər bildirildi, bilinmədi. Yəni, biz də bu sahədəyik, bu işlə məşğul oluruq. Yeri gəlmişkən istəsəz, yəni şirkətinizin sales auditini eləmək üçün və sizə komandanızı, satışlarınızı nə qədər artıra bilərsiniz, onu tam real göstərmək üçün bizim sales audit checkingi keçə bilərsiniz, bu barədə mənə yaza bilərsiniz. Amma bir məsələni deyim ki, bizdə bu yeni başlayır bu məsələ. Xaricdə, yəni elə götürək qonşumuz Rusiyanı, Rusiyada doludur belə məsələlər. Bu yaxınlarda Peterburq İqtisadi Forumunda, haradasa bir həftə yoxdur olub, bir KOB-larla olan dövlət rəsmisi durdu çox təhqiramiz formada digər biznes təlimçiyə. Dedi ki, siz vədlər verirsiniz ki, kursumuzu alın, 5 dəfə gəlir, belə olsun, falan olsun. Və digəri də ona çox elə cavab vermədi, sakit fonda getdi. Yəni, Kovalyov Mikhail Gribenyuk'a dedi bunu. Mikhail Gribenyuk da fikir vermədi, sakitcə, heç ümumiyyətlə ona reaksiya belə vermədi. Digər tərəf, məsələn, Kovalyov daha çox insanları öz tərəfinə çəkmək istəyirdi, ona görə yəqin belə bir şey elədi. Amma mənim dediyim odur ki, bunlar normal bir şeylərdir. Yəni, kimsə kiminsə məsələsini bəyənməyə bilər, etirazını bildirə bilər, bu çox normal bir şeylərdir. Amma məsələ burada budur ki, Rusiyada Ayaz Şabutinov misalı da var. Mən demirəm, hamı Ayaz kimidir. Amma 60-70% hallarda kursunu satmaq üçün %100 zəmanət verən təlimçilərdən ehtiyatlı olmaq lazımdır. Yəni, Azərbaycan bazarında mən bunu heç kimi aid eləmirəm. Rusiya bazarında Ayaz Şabutinov кейsi var. Hansı ki, o mənim kursumu alın, sizin bütün maliyyə nəticələriniz düzələcək və kursları da elə-belə qiymət deyildi. Haradasa 3 milyon rubl, 2 milyon, 3 milyon rubl arası dəyişirdi və zəmanət də verirdi ki, siz mənim kursumu alandan sonra nəticələriniz bomba olacaq, partladacaqsınız, belə falan filan. Və şikayətlərin əsasında və kifayət qədər şikayətlər olduğuna görə artıq o 7 il həbs cəzasına məhkum olub və hal-hazırda həbsini, cəzasını çəkir. Amma digərlər də var, amma onlar biraz başqa cür eləyirlər. Necə eləyirsə, kimə maraqlıdırsa onları izləyə bilər. Amma mənim dediyim odur ki, bizdə hələ bu başlamayıb, müəyyən qədər görsənir bəzi nüanslar. İnşallah onlar da xeyirlə bitər. Həm sahibkar tərəfə, həm təlimçilər, həm də ki, digər insanlar üçün xeyirli olar. Bura qədər dinlədiyiniz üçün təşəkkürlər.